Xeyirli məsləhətlər. Biri vardı, biri yoxdu. Bir yetim oğlan vardı. O çox yoxsul idi. Günlərlə ac qalırdı. Bir gün o, səyahət etmək fikrinə düşdü. Bəlkə bəxti gətirdi, dolanacaq tapdı. Az getdi, çox getdi. Axşama yaxın, ac-yalavac, yorğun halda bir meşəyə çatdı. Gördü ki, cələdə bir meşə quşu özünü ora-bura çırpır. Oğlan sevindi. İndi bu quşu qızardıb yeyərəm. Bu vaxt quş insan kimi dilə gəldi. Xeyirxah yolçu, mənə rəhmin gəlsin, cələdən çıxar. Oğlanın ürəyi yumşaq idi. O quşu azadlığa buraxdı. Quş qanadlarını çırpdı və dedi: Yaxşılığının əvəzində sənə belə bir məsləhət vermək istəyirəm. Bu yolla get. Böyük bir palıd ağacına rast gələcəksən. Ağaca çıx və bütün gecəni ağacda keçir. Sonrasını özün görəcəksən. Oğlan həmin yola getdi. Ağacı gördü, ona çıxdı. Möhkəm bir budaqda özünə yer eləyib oturdu. Birdən oğlan palıd ağacının altında kimlərinsə danışdığını eşitdi. Diqqətlə qulaq asmağa başladı. Gördü ki, iki cırtdan söhbət edir. Eşitmisən? Cırtdanlardan biri dedi. Kral sarayındakı bağda bulaq quruyub. Amma əvvəllər oradan elə təmiz su axırdı ki, bulağın yaxınlığındakı şam ağacını kəsmək, onun köklərini qazıyıb çıxarmaq kimin ağlına gələr axı? Onda bulaqdan yenə də su axacaq. Mən də bir sir bilirəm, dedi o biri cırtdan. Kral meşəliyində əvvəllər çox sığın olardı. Amma indi bir dənə də yoxdur. Amma kral bilmir ki, sığınlar bağın qapısından asılmış, sığın buynuzlarından qorxurlar. Həmin buynuzları oradan götürsələr, sığınlar dərhal geri qayıdacaqlar. Cırtdanlar söhbətlərini bitirib getdilər. Oğlan hər şey yadında saxladı. Səhər ağacdan düşüb, kral sarayına işə düzəlməyə getdi. Su daşıyan işləyərsənmi? Oğlandan soruşdular. Biz indi suyu saraya uzaqdan gətiririk. Əvvəl bağımızda bir bulaq vardı, amma indi o quruyub. Oğlan bulağın olduğu yeri nəzərdən keçirdi. Yaxınlıqdakı şam ağacını gördü və dedi: Əgər bu ağacı kəssək, köklərini qazıb çıxarsaq, su yenə axacaq. Ağacı kəsdilər, köklərini qazdılar. Yenə də bulaqdan göz yaşı kimi su axmağa başladı. Kral oğlanı yanına çağırıb soruşdu. Bəlkə sən sığınları bura qaytarmağın yolunu da bilirsən. Əvvəllər onlar burada sürü ilə gəzərdilər, amma indi yoxa çıxıblar. Bu çox asandır, deyə oğlan gülümsədi. Yalnız sığın buynuzlarını bağın darvazasından çıxarmaq lazımdır. Vəssalam. Kral buynuzları darvazadan çıxarmağı əmr etdikdən dərhal sonra sığınlar bağda gəzməyə başladılar. Sən çox xeyirli məsləhətlər verirsən, kral rütufkarlıqla bildirdi. Kral oğlana təşəkkür etmək istədi. Qalıb sarayda yaşa, dedi o. Mənim baş məsləhətçim olarsan. O vaxtdan bəri oğlan sarayda yaşamağa başladı və xoşbəxt ömür sürdü.